Referans Medical Group'un baş sponsorluğu ilə Anam Bilər başladı. Salam, hər vaxtınız xeyir olsun. Referans Medical Group'un təqdim etdiyi Anam Bilər verilişinin növbəti buraxılışında xoş gördük hər birinizi. Bugün mütəxəssislərdən bizi maraqlandıran sualların cavabını almağa çalışdıq. Hazırsınızsa bu həftə yayımlayacağımız mövzu başlıqları ilə qısaca tanış olaq. Uşaq əlini yox, yumruqlarını damağına sürtərək özünü rahatlandırırsa, sakın buna mane olmayın. Körpələri neçə aydan etibarən oturtmaq düzgün hesab olunur? Uşaq 3 ayından etibarən dəstəkli şəkildə valideyn qucağında oturtuna bilər. Bir əşyaya çox həddən artıq bağlandı uşaqda heç də xoşa gələn bir hal deyil. Çocuğuma bir şey olur, aman biraz bir korumacı olduğundan dolayı çocuklarda fiziki aktivite eksikliği olur. Necə təyin edə bilər ki, mənim uşağımda duruşunda bir pozuntu var, bir problem var? Öne doğru eğitip bir yükselti var mı iki tarafının arasında ona bakabiliriz. 3 aylıkken bir bebek boynunu kesinlikle tutması lazım. Boynu bu şekilde esmemesi lazım. Bugün yeni doğulmuşların və körpələrin doğum evində yaranan ilkin tibbi ehtiyaclarından danışacağıq. Bugünkü müsahibim Leyla Medical Center Pediatriya 2 şöbəsinin baş həkimi, pediatr pulmonoloq Lalə Rəhimovadır. Xoş gördük Lalə xanım, necəsiz? Salam, xoş gördük. Xoş gördük. Bizim üçün çox xoşdur sizi bugün yenidən müsahibə eləmək sizlə. Lalə xanım, uşaqlarda atopik dermatit nədir və nəyin nəticəsində yaranır? Atopik dermatit təkrarlanan hücumlarla və xroniki hala gələn bir dəri iltihabı xəstəliyidir. Əsasən uşaqlarda ağır atopik dermatit, orta ağır atopik dermatitlərdə %40% qida allergiyası olur. Uşaqların ailəsində, ailə hekayəsi olaraq valideynlərin birində allergik, hər hansı bir allergik xəstəlik olması, genetik bəli, ola bilir. Əsasən allergiya nə ilə biruzə verir? Uşaqların ilk 3 ayından bəzi vaxtlarda daha erkən dəridə görsənən hiperemik yanı, qızartılı, quruluq, qabarıq və qaşınan sahələrin yaranması. Əsasən bu üst yanaqlardan başlayaraq boyun, sinə, döş, ətrafların xarici səthində yaranır və qaşınma, təkrarlanan xroniki hal bunun əsas xüsusiyyətlərindən biridir. Dediyim kimi qida allergiyasına bağlı ola bilər. Qida allergiyasının içində ən çox rast gəlinən inək südü, yumurtanın ağına, arahis, yer fıstığı falan, soya, gluten və digərlər ən sıx-sıx görülənlərdəndir. Həkimlər kimi valideynlərlə əsasən sağlam qida haqqında söhbətlər aparırıq, dəriyə qulluq haqqında. Dəriyə qulluq olaraq ilk növbədə nəmləndirmək, tez-tez sıx-sıx və əsasən də hamamdan çıxandan sonra uşağın dəri səthi qurumamışda nəmləndirici istifadəsi. Bir də ki, ambrazif dediyimiz sabunlarla, müxtəlif gel duşlarından uşaqları sıx-sıx çimizdirməsin. Qış aylarında həftə 2 dəfə yusalar sabunla yetərlidir. Qalan vaxtları adi axar su ilə. Bu problemlər. Əsasən uşaqlarda dediyim kimi ilk aylarda olanda 2-3 yaşından etibarən azalmaya doğru gedir və düzgün qidalanma zamanı, düzgün baxış zamanı 5 yaşında tamamilə keçə bilir. Lalə xanım, nə üçün uşaqlar, körpələr gördükləri hər şeyi ağızlarına aparma istəyi duyurlar və valideynlərin bunu qadağan etməsi vacibdirmi? Əsasən uşaqlar, belə deyək ki, 6 həftədən etibarən uşaqlarda aktiv tüpürcək vəzləri fəaliyyətə başlayır və ağız suyu həddən artıq çox ifraz olmağa başlayır. Uşaq təbii ki, əlini damağına apararkən bir sürü özünü rahatlamağa çalışır. Yəni damağına sürtür falan. 6 aydan etibarən uşaqlarda diş yarma dövrünə gedəndə bu daha da intensivləşir. Uşaq əlini yox, yumruqlarını damağına sürtərək özünü rahatlandırırsa, sakın buna mane olmayın. Çünki valideynlərin əksəriyyəti düşünür ki, uşaq acdır, yeməyə çalışdırır, sanitar gigiyenik qaydalarına zid olaraq əlini ağızdan çıxardır və buna da daha da uşaqları narahat edir. Biz böyüklər çox şeylərdən xoşbəxt olmaq üçün, istəmək üçün uşağın xoşbəxt olduğu bu səbəbdir. Niyə də mane olaq? Qoyun xoşbəxt olsunlar. Yəni qadağan eləmək və yenə də həddən artıq çox sanitar gigiyenik normalara heç biz pediatrda riayət eləməyi istəmirik. Çünki uşaq sağlam böyüməlidir, aktiv olmalıdır, hər şeyin dadına baxmalıdır. O dünyanı fəth edir, dünyanı anlayır və dünyanı anlamaq ilk növbədə özündən başlayır. Belə. Bəzi uşaqlarda, Lalə xanım, barmaq sovurma kimi bir adət olur. Hətta bəzi uşaqlarda bu hər hansısa bir əşyanı tutub, adyalımı deyim və yaxud hansısa bir parçanımı deyim, tutub
barmaq sovurma kimi bir adətlər olur. O nəyin nəticəsində yaranır? Bunun səbəbləri müxtəlif ola bilər. Vərdiş halı da ola bilər. Məsələn, indi biraz daha böyük uşaqlarda hansısa bir əşya aludə olub onunla sıx-sıx daima belə deyək, onu tərk etməməsi o əşyanın bizim pediatrların, psixoloqla yanaşı uşağın psixoloji durumunu dəyərləndirməsini tələb edir. Çünki bəzi hallarda bir əşyaya çox həddən artıq bağlantı uşaqda heç də xoşa gələn bir hal deyil. Ona görə sadəcə olaraq psixoloqla bunu müzakirə edirik. Hər hansı bir autizm əlamətlərini inkar edirik, amma yenə də uşaq əgər nəyisə görürsə, onu dadmalıdır, onun dadına baxır, möhkəmliyinə varır. Yəni əgər sağlam, aktiv bir əşyaya aludə olmayan uşaq bunu edirsə, yenə də mane olmuyor. İstisna olaraq neçə yaşa qədər yəni bu okeydir? Əsasən 2 yaşa, 3 yaşa qədər ola bilə. Uşaqda bu vərdişlər var. Əsas ehtiyat edən bu mövzuya toxunduqsa valideynlər tərəfindən xırda əşyaların ətrafında çevrəsi olması. Çünki bu ya cismin aspirasiyası, tənəffüs yollarına getmədir. Maalesef bu 21-ci əsrdə yaşasaqsa bəzi hallarda uşaq ölümlərinin səbəbi hələ də olaraq ya cismin nəfəs yollarına çəkməsidir. Bir də bəzi bu slime'dır, ximiki maddə, hər hansı bir rənglər, boyalar, onlardan biraz ehtiyat edin, bəli. Amma digər şeylərdə dediyim kimi uşağın xoşbəxtliyi odursa, niyə də etməsin? Onların belə deyək də həyatla, dünya ilə kontaktları, bağları belə yaranmalıdır təbii ki. Lalə xanım, ümumiyyətlə insanlar arasında belə bir fikir var ki, peyvəndlərdən öncə uşaqlara hərarət salıcı dərmanlar vermək, preparatlar vermək daha məqsədə uyğundur. Bir pediatr mütəxəssis kimi siz necə düşünürsünüz və tibb nəyi tələb edir? İki zamanda peyvəndin üzərində çox çalışmalar aparılır və əsasən peyvəndlərin əksəriyyətində ağrı kəsicilərin, yəni səbəbsiz yerə öncə, peyvənddən öncə və sonra istifadəsini çox da istəmir. Nədən? Çünki peyvəndin effektivini azalda bilər. Yeganə peyvənddir ki, B tipli meningokok, onun üzərində də çalışmalar var ki, qadağa qoyulmur, məsləhət olunur. Əgər yüksək hərarət varsa, bu zaman qızdırma salıcılardan peyvəndin effektivini azaltmadan istifadə edə bilərsiniz. Və yenə də həmişə vurğulayıram, valideynlərin stres və həyəcandan qaçıb qızdırma salıcı ağrı kəsici verməyin. Əgər uşaq aktivdirsə, heç bir problemi yoxdursa, əsasən postvaksinal reaksiya bir gün çəkə bilər. İstisna olaraq qızılca məxmərək paratit peyvəndimiz biraz yenə də aktivdirsə, hərarət salıcıya baxmayın, uşağa baxın. Əgər normaldırsa, heç də düşürtməyimiz məsləhət deyil. Lalə xanım, körpələri neçə aydan etibarən oturtmaq düzgün hesab olunur? Baxın, uşaq 3 ayından etibarən dəstəkli şəkildə valideyn qucağında oturtdurula bilər. Ondan tez olmaz? Yox. Ondan 3 aylığın etibarən dəstəkli deyən zaman yarım oturacaqlı vəziyyət verə bilərik, hardasa elə bir müddət yolda apara bilərik. Sadəcə olaraq 6 aydan etibarən bəzi hallarda oturtmağa çalışsaq da, bu elə tez belə deyək, tez olmayacaq, bəli. Onlar uşaq var 7 ayında, uşaq var 6 ay yarımda, 7 aydan sonra. Əsas önəmli olan nədir? Əgər sizin övlad 9 ayına kimi sərbəst tək səslik oturmursa, bu halda bir mənalı həkimə müraciət etməlisin. Çünki bunun altında bir çox səbəblər ola bilər. Həkim və nevropatoloqun müayinəsi tələb olunar. Digər hallarda sərbəst oturtmağa, yəni dəstəksiz oturmağa 6 aydan etibarən bilərsiniz. Lalə xanım, uşaqlarda baş ağrıları tez-tez rast gəlinən əlamətlərdəndir və bu valideynləri təbii ki, narahat eləyir. Çünki uşaq başım ağrır deyəndə biz onun artıq mənbəyinin biraz geniş olduğunu nəzərdə tutduğumuza görə çaşbaş qalırıq biraz. Nəyə görə baş verir uşaqlarda bu baş ağrıları? Baş ağrıların səbəbləri çoxdur. Çox böyük bir mövzudur. Belə deyək, ikincili, birincili problemlərlə bağlı ola bilər. Əsasən uşaqlarda adi gündə rutin olaraq rastlaşdığımız hər hansı bir anemiya var, qurd invaziyaları, qamət pozulmaları, maalesef indiki uşaqların əksəriyyəti düzgün həyat tərzi yaşamırlar. Ona görə bir çox səbəblərə görə baş ağrılar ola bilər. İkincili və birincili səbəbləri qeyd elədik. Birinci səbəblərdən yenə də axır zamanlarda gördüyümüz, belə deyək, gərginlik baş ağrılardır və miqrendir. Təəccüblənməyin, uşaqlarda da rast gəlinir. Bəzən uşaqları da dirəndə valideynləri ailə hekayəsi də var. Valideyn birində, hər hansı birində migren ola bilər. Əsasən özəllikləri,
vazomotor dəyişikliklərdən soyuqluq, üşütmə, siklik qusma, intensiv çırpınan baş ağrıları. Bunların əksəriyyəti qəfləti başlamır. Əsasən miqrendən öncə aura olur. Aura olaraq dediyimiz bu vazomotor əlamətlər falan. Ağrılar bəzən çox intensiv olur. Fotofobiya olur, uşaqlar işıqdan qorxurlar. Belə hallarda yəni işığa həssaslıq yüksəkdir. İşığı söndür, təklikdə, sakit bir oranda qalmaq istəyir. Valideynlər bunu nəzərə qeyd ediblərsə, mütləq gündəlik tutmalıdırlar. Gündəlik nədir? Baş ağrının intensivliyi günün hansı yarısında baş verir? Belə deyək, təzyiq ev şəraitində ölçə bilərsə, arterialın təzyiqin ölçülməsi baş ağrı zamanı, belə deyək, günün hansı yarısında, hansı qida məhsulundan, stres situasiyasından sonra yaranır? Bunları qeyd edib həkimə mütləq məlumat verməlidirlər və dediyim kimi bəzi vazomotor əlamətləri, siklik gedişatını, yəni epizodik gedişatını nəzərə alaraq çox vaxt valideynlər epilepsiya ilə də qarışdıra bilərlər. Biz həkimlər də bəzən deyirik epilepsiform gedişat. Yəni valideynlər EEG çəkdirsələr də, EEG-də hər hansı bir dəyişiklik olsa da miqrenə dair heç bir spesifik dəyişiklik çox vaxt aşkarlanmır. Və dediyim kimi əsasən stres faktorları və qida təkan verə bilər. Stres faktorlardan uzaq tutmaq, çalışmaq lazımdır. Bu ekran vaxtını azaltmaq, yatmamışdan 2 saat öncə heç bir sosial mediadan, internetdən falan istifadə eləməmək, qida məhsullarından əsasən yer fıstığı baş ağrılar verir, şokolad verə bilir. Tiramin dedilən bir maddə əsasən belə deyək, odar pendir desək, bu kaşar pendirində, toyuqların qaraciyərində, pivədə, maalesef 13-14 yaşlı uşaqlar da pivə rahat alıb içə bilirlər. Yəni bunları nəzərə alaraq bir də ki, nitritlər kalbasalarda olan qida məhsulları əsasən baş ağrılara, miqren ağrılara təkan verə bilər. Onların tərkibində olan həmin maddə. Bir də ən əsas həmişə dediyimiz kimi sağlam yuxu. Yəni yuxu azlığı uşaqlarda da buna çox böyük təkan verir. Ən azından 8-9 saat uşaqlar yatmalıdırlar. Lale xanım, körpələr yeni doğulanda valideynlər sual altında hiss edirik özümüzü ki, görəsən hansı analizi versək uşağımız üçün doğrudur. Bir mütəxəssis kimi, pediatr kimi körpələr yeni doğulanda onlar üçün verməli olduğumuz vacib analizlər hansılardır? Bu mövzu çox aktualdır və çox istərdik ki, biz həkimlər olaraq ümumiyyətlə bütün doğum şöbələrində hər bir uşağa bunlar tətbiq olsun, taban testi. Çünki götürülmüş qan analizlərində bəzi xəstəliklər var ki, onlar mütləq gözə alınmalıdır. Məsəl üçün, fenilketonuriya, hipertiroidizm, digər belə deyək, bilirubinopatiyalar falan əslinə qalsın, yəni transklinikdə aşkarlanır və bu səbəbdən mütləq şəkildə daban testi etməyiniz vacibdir. Ondan əlavə doğum şöbələrində əsasən audiometriya istəyirik. Çünki gələcəkdə uşaqda hər hansı bir nitq ləngiməsi, narahatçılıq hiss edirsinizsə, eşitmə testi də önəmlidir. Uşağın belə deyək, hər hansı bir qıcıqlayıcı səs falan eşitməklə vaxtında sağlam danışma, normal danışıq nitqi falan yaranmasına səbəbdir. Bir də ki, qan şəkəri, hematokrit. Bunlar analizlər doğum şöbəsində olması çox önəmlidir. Daban testi deyilən skriniklərdə fenilketonuriya, beta-hidroz, belə deyək, çaçmamazlığı, adrenalin giperplaziyası, digər bilirubinopatiyalar belə deyək, vacibdir. Ona görə bunların götürülməsi önəmlidir. Ondan da əlavə, indi doğum şöbələrinin bəzilərində audiometriya testləri aparılır. Bu da önəmlidir, çünki eşitmə testi çox vacibdir. Uşaq böyüyür və nə vaxtsa həkim yanına 2 yaş yarımıdır gələn uşaqda ilk növbədə biz o test eləyirik ki, bilək ki, inkişaf ləngimasında, nitq ləngiməsində önəmlidir. Yəni səbəb bu mu ola bilər ya yox. Bir də ümumiyyətlə hər bir uşaqda olan zaman sağlam da olsa da qan şəkəri, bir də hematokrit önəmlidir. Hematokrit nədir? Qan ümumi analizi. Qan ümumi analizidir. Qan ümumi analizi mütləq verilməlidir. Bəli, yeni doğulmuş uşaqlarda ən əsas ilk bir ayında aparılan bu testlər bizim üçün çox önəmlidir. Gələcəkdə uşağın düzgün qidalanması, fiziksel olaraq inkişafına, psixoloji inkişafına çox böyük önəm verir. Çox sağ olun, təşəkkür edirəm Lalə xanım. Çox sağ olun. Var olun. Sağ olun. Dünyanın bir sıra ölkə və şəhərləri maraqlı faktlarıyla diqqət çəkir. Bugünkü maraqlıdır rubrikamızda onlardan bir neçəsini sizlərə təqdim edirik.
Şanxay 24 milyon əhalisi ilə dünyanın ən sıx şəhəridir. Dünyanın ən az insan məskunlaşdığı şəhəri isə Vatikandır. Son siyahıya alınmaya görə şəhərdə cəmi 900 nəfər yaşayır. Amerika Birləşmiş Ştatlarındakı Ölüm Vadisi Milli Parkı isə dünyanın ən isti yeridir. Ərazidə temperatur 56 dərəcəyə çatır. Şərqi Antarktika yaylası isə dünyanın ən soyuq bölgəsidir. Bu bölgədə qeydə alınan ən aşağı hava temperaturu Selsi üzrə 135 dərəcədir. Dünyanın ən hündür nöqtəsi Everest zirvəsidir. Dağın zirvəsi dəniz səviyyəsindən 8848 metr yüksəklikdədir. Hong Kong ən ağıllı insanların yaşadığı bölgədir. Burada orta IQ 107-dir. Dünyanın ən dərin bölgəsi Yaponiya, Filippin və İndoneziya üçbucağının ortasında yerləşən Mariana xəndəyidir. Bu bölgə dəniz səviyyəsindən 11.000 metr aşağıda yerləşir. Hollandiyanın Groningen şəhəri velosipeddən ən çox istifadə edilən yerdir. Belə ki, Groningen sakinlərinin 50%-i velosipedlə səyahət edir. Amerika Birləşmiş Ştatları dünyanın ən çox qida istehlak edən ölkəsidir. Suriyada yerləşən Dəməşq 11.000 illik tarixə malik dünyanın ən qədim şəhəridir. Atmaca səhrası isə dünyanın ən quraq yeridir. Qərbi Afrikada kiçik bir ölkə olan Sierra Leone'də insanların orta ömür uzunluğu kişilər üçün 47, qadınlar üçün isə 48 yaşdır. Monaco isə ən uzun ömürlü insanların yaşadığı yerdir. Kişilər üçün orta ömür 85 il, qadınlar üçün isə 89 ildir. İslandiyada yerləşən Reykjavik şəhəri dünyada ən az elektrik enerjisi istehlak edən şəhərdir. Belə ki, geotermal elektrik stansiyaları şəhəri elektrik enerjisi ilə təmin edir. Yaponiyanın paytaxtı Tokyo dünyanın ən zəngin şəhəridir. Dünyanın ən kasıb şəhəri isə Kongo Demokratik Respublikasının paytaxtı Kinşasadır. Referans Medical Group'un baş sponsorluğu ilə Anam Bilər reklamlardan sonra davam edəcək. Referans Medical Group'un baş sponsorluğu ilə Anam Bilər reklamlardan sonra davam edir. Bugün uşaqlarda fiziki inkişaf geriləmələrinin səbəblərini aradan qaldıran və müalicə edən fizioterapiya və reabilitasiya metodlarından danışacağıq. Bugünkü müsahibim Referans Klinik Laboratoriya Mərkəzinin fizioterapiya və reabilitasiya üzrə mütəxəssisi uzman doktor Taha Alpər Çibərdir. Xoş gördük Taha bəy. Sağ olun, teşekkür ederim. Hoş geldiniz. Nesimi referans olarak sizlere tekrardan hoş geldiniz diyoruz. Çox sağ olun, təşəkkür edirik. Ümumiyyətlə nədir fizioterapiya və reabilitasiya? Fizyoterapiye kas iskelet sisteminin ve motor sisteminin, beyindeki motor sisteminin bozukluklarında fizyoterapi dışarıdan destek olarak yardımcı olduğumuz bir destek metot olarak söyleyebilirim. Aynı zamanda fizyoterapiye şudur, hastaya aynı zamanda günlük hayatta rehabilitasyonu da vardır. Günlük hayatta ne yapması gerektiğini, günlük hayatta nelere dikkat etmesi gerektiğini, nasıl bir şekilde yönlendirebildiğini, günlük hayatında düzenleyebilecek bir metodumuz da vardır bizim. Fizyoterapiye sadece bir masaj değildir. Fizyoterapiye sadece bir ufak doz ve egzersiz değildir. Çok kapsamlı bir şeydir fizyoterapiye. Çünkü çok büyük bir alana biz hitap ediyoruz. Geriatri, pediatri, aynı zamanda geniş ortopedik alanda, geniş bir alana hitap ettiğimiz için fizyoterapiye çok fazla aslında istifade edilecek bir alandır. Uşaqlarda ən çox rast gəldiyiniz nevroloji pediatrik problemlər hansılar olur? Şimdi nörolojik rehabilitasyon çok geniş bir alan. İşte bunda serebral palsi olabilir, DMD hastaları olabilir, ondan sonra tetraplegik, paraplegik hastalar olabilir, omurga yaralanmış hastalar olabilir. Çok aslında geniş bir alan nörolojik rehabilitasyon. Biraz da böyle ailenin de aynı zamanda psikolojik olarak da etkilendiği, aynı zamanda aileye de destek verebileceğimiz bir alan. Nörolojik rehabilitasyon kısa vadeli bir fizyoterapiyesi yoktur. Uzun bir alandır. Çünkü belki yıllarca, belki ömür boyu yani sürebilen, fizyoterapi alabilen bizim hastalarımız oluyor. Özellikle serebral palsi günümüzde çok yaygın. Tabii genetikle alakalı bu faktörlerden kaynaklı bu tarz çocuk doğumları çok fazla arttı günümüzde. Bunun rehabilitasyonu da çeşit şimdi serebral palsi hastalarımız da var. Farklı tedavi metotları var. Çok geniş bir alan.
Bu tarz fizyoterapileri biz burada her türlü elimizden geldiği kadar hastalara yardımcı olabiliyoruz. Doktor, bəs uşaqlarda fiziki inkişaf geriləmələrinin səbəbləri nələrdir? Şimdi genelde ailedeki anne baba çok böyle korumacı gidiyor. İşte çocuğuma bir şey olur, aman bir yerine bir şey gelir. Yani biraz bu korumacı olduğundan dolayı çocuklarda fiziki aktivite eksikliği oluyor. Bundan kaynaklı olarak da çocukta kas gelişimi, eklemlerdeki kemiksel gelişimler birazcık yavaşlayabiliyor. Tabii bunun içinde beslenme faktörleri de olabilir. O bizim alanımız değil. Daha çok biz fiziki de gelişimle gerilemesinin sebeplerine bakıyoruz. Mesela diyelim ki çocukta boyun tutmada gerileme olabiliyor mesela. 3 aylıkken bir bebek boynunu kesinlikle tutması lazım. Boynu bu şekilde esmemesi lazım. Boynunu düzgün bir şekilde tutması lazım. Aynı zamanda bebeklerde oturmada gerileme olabiliyor. İşte bazı çocuklar oturamıyor, düşüyor, yıkılıyor. Ya biz bunlara nasıl bakıyoruz, nasıl bir muayene ediyoruz? Bazen pediatristler bizi yönlendiriyor aynı zamanda. Bize de gelebiliyor, biz de bu şekilde yapabiliyoruz. Hatta çok kısa bir tedavi süresi oluyor. 7-8 günde direkt gözle görülebilir şekilde çok rahat bir netice alabiliyoruz biz bebeklerde. Doktor, körpələr üçün hansı reabilitasiya metodlarından istifadə edirsiniz? Yani genellikle çocuk zaten bebeği komut alamıyor. Bizden herhangi bir hani şu hareket yap, bu hareket yap gibisinden değil de biz onu oyuncaklarla yönlendirerek, özellikle yüzüstü yatma çok önemli. İlk böyle 3 aylık, 4 aylıkta yüzüstü yatma çok önemli. Çünkü sırtta ekstensör, yani sırt kaslarımızın kuvvetlenmesi gerekiyor. Bu şekilde boyun kasları da kuvvetlendiriyoruz. Oyuncaklarla çocuğu yönlendirerek, yani genel olarak zaten pediatride çocuğa çok böyle komuttan ziyade biz onu oyuncaklarla daha eğlenceli bir şekilde tedaviye getirmeye çalışıyoruz. Zaten bu şekilde olmazsa çocuklar ağlıyor, çocuğa zorla bir şey yaptıramayız. Çocuk da buraya geldiğinde keyif alması lazım. Eğer keyif almazsa, eğlenceli bir şekilde. Yani keyif almazsa fizyoterapinde ona bir zulüm olarak geliyor. Çocuk buraya gelmek istemiyor. Çocuk herhangi bir aktivitede bulunmak istemiyor. O zaman zaten gelişim olmuyor. Böyle bir Ona görə də əyləncəli bir şəkildə tətbiq olunur elimizden uşaqlar geldiği üçün. kadar onunla oyunlar oynatarak, ona sevecen davranarak, birazcık da olsa böyle bir hareketler olsun, şey olsun. Yani elimizden geldiği kadar bunları yapmaya çalışıyoruz. Müalicə müddətində nevroloji uşaqlarda ana-ata faktoru nə dərəcədə önəmlidir? Şimdi nörolojik rehabilitasyon anne baba faktörü çok önemli. Neden önemli? Çocuk çünkü bir tedavi süresi çok uzun olduğu için genelde şimdi anne baba bize geliyor. Diyor ki benim çocuğum yürür mü? Benim çocuğum tekrar kendi kendine işlerini görebilir mi? Yani yaşam standartları arttırabilir mi? Yani önemli yaşam kalitesi dediğimiz bir olay var. Yani bunu arttırabilir mi diye bize sorular geliyor. Tabii ki de anne baba sürekli tedaviye götürüyor. İşte oğlum iyileşsin diyor. İlerleme çok yavaş sürüyor. Sabrı zorlanan bir süreç oluyor. Hem psikolojik olarak destek olması lazım. Anne babanın da dışarıdan alabilir bunu. Hem de günlük hayatta kendilerini çocukların egzersizlerine yönelik onlar da öğrenip onlar da biz onlara tavsiyeler veriyoruz. Bu şekilde yapmamız lazım. Bu çocuğun bu kaslarında kuvvetsizlik var. Bunları bu şekilde kuvvetlendirebiliriz. İşte çocuğun ayakta durması için bunları yapmamız lazım. İşte çocuğun atıyorum spastik CP'ler var mesela, örnek veriyorum. Spastik CP'ler çok sert kas tonusu oluyor. Çok kas tonusu yüksek olan hastalarımız onlar. Onları aşmak, kaslarını gevşetmek bizim için çok çetin bir mesele. Tabii ki dışarıdan destekler de alınabiliyor. İşte başka enjeksiyonlar var, ilaçlar var. Bunları da kullanarak da kas tonusunu azaltabiliyor. İşte aynı zamanda serebral palside de mesela ortezler var. İşte anne babaya diyoruz ki işte bakın sizin çocuğunuz bu ortezleri kullanması lazım. Dışarıdan destekleyerek, o kası destekleyerek ayakta durabilir. İşte çocuk bu şekilde daha rahat yürüyebilir. İşte çocuk bu şekilde ayak bileklerinin aşağı doğru düşmesini engelleyebiliriz, ayaklarının. Düşük ayak, çünkü çok CP'li çocuklarımızda çok düşük ayak olabiliyor. Bunlar var. İşte çocuğun destekli bir şekilde nasıl ayağa kalkmasını gösteriyoruz. Yani çocuğu yavaş yavaş seviye daha iyi bir
İrəli bir mərhələyə daşımaq olur. Taşımak gerektiriyor yani sonuç olarak. Yani biz de bunu elimizden geldiği kadar yapıyoruz. Elimizden geldiği kadar hastaların anne babasına öğretiyoruz. Günlük hayatta neler yapılması gerektiğini. Aynı zamanda çocuğun da psikolojik tarafı da var. Çocuğu şimdi atıyorum evin ortasında bir kenarda kanepeye koyup da eline telefon verip bütün gün çocuk telefonda, sosyal medyada olsun, oyunlar olsun, yani bu şekilde geçirmemesini istiyoruz. Çocuk da sonuçta işte yaz ayları, mesela şu an yaz başladı, yavaş yavaş bahar ayındayız. İşte çocuğun dışarı çıkması, temiz hava alması, sosyal ortamlarda bulunması, yani sosyalin de birazcık kendi çocuğuna takviye olarak, psikolojik olarak rahatlamasını istiyoruz biz aynı zamanda. Doktor, uşaqlarda duruş pozuntuları və yaxud da gəzmədə olan problemlər tez-tez rast gəlinir. Bunların müalicə metodları necə aparılır? Şimdi çocuklarda duruş bozukluğu, yani postür dediğimiz postür analizi yapmak gerçekten çok önemli. Yani ortalama bir 3-4 yaşına geldiği zaman, çocuk doldurduğu zaman bir hekimin muayenesine, çocuğumda acaba bir tarafında, postüründe bir bozukluk var mı? İşte postür bozukluğu ne demek mesela, ben size bunu da birazcık anlatayım. İşte ayak tabanında bozukluk olabilir, omurgasında eğrilikler olabilir, ondan sonra kalçasında pelviste eğrilikler olabilir. Yani çeşitli vücutta genetiksel olarak anne babadan gelen bir postür bozuklukları olabilir. Bu da aynı zamanda çocuğun yürüyüşüne de etkiler. Örnek veriyorum, çocuk içe doğru çok basabilir. Mesela diyelim ki düz taban oldu çocuk. Şu an mesela düz taban çocuklar çok geliyor bizim. Ya medial ark düşüklüğü dediğimiz bizim rahatsızlık çok fazla geliyor. Ayağının altı düz. Ayağının altı düz. İşte mesela bu tarz çocuklar nelerde problem çeker? İşte zıplamada problem çeker. Çok fazla koştuktan sonra yorgunluk çekebilir. Ayak tabanında ağrılar olabilir. Bu tarz çocuklara biz aynı zamanda bir ortez desteğiyle, yani bir tabanlık desteğiyle, daha doğrusu bir spinatör desteğiyle, egzersizlerle o ayak tabanındaki yapışan kasları kuvvetlendirerek çocuğu daha iyi bir medial ark yüksekliğini koruyacak şekilde daha iyi bir seviyeye getiriyoruz elimizden geldiği kadar. Tabii bu da uzun bir prosedür. Ortalama... Təqribən nə qədər çəkir, neçə ay? Yani şimdi tabanlıklar kullanıyorlar. 3 ayda bir tabanlık değişiyor. Ara ara fizyoterapiye geliyor. Səhv etmirəmsə ayaqqabılarını da həkim yazmalı. Tabii ayakkabının içine koyduğumuz o tabanlıkları biz yazıyoruz. Onu uygun bir şekilde, tabii çocuğun ayağı büyüdüğü için dönem dönem değiştirmesi gerekiyor. Yani bu şekilde onlara yardımcı oluyoruz. Yani bu özellik olarak sadece düz tabanlıktan dolayı değil, işte pelvisinde eğrilik olabilir, omurgasında eğrilik, zaten skolyoz başlı başına bir ayrı bir metot, kifoz ayrı bir metot. Yani bunlar çok derin mevzular. Bunların da tedavisi var. Onlar da uzun süredir bir prosedür gerektiriyor. Onların da egzersizleri, onların da çeşitli müalicə metodları var. Doktor, bayaq qeyd elədik duruş pozuntusunu. Duruş pozuntusunu evdə valideyn olaraq məsəl üçün necə biz təyin edə bilərik ki, mənim uşağımda duruşunda bir pozuntu var, bir problem var? Şimdi onu tayin edebilmemiz için hani dışarıdan tabii uzman gözüyle bakmak gibi tam doğru olmaz. Ama ve lakin İlkin əlamətləri hər halda olur. Mesela atıyorum skolyozdan bahsedelim. Skolyozun bir analizi var. Adams testi diye bir testi var. Biz o testi uyguluyoruz. O testte öne doğru eğiliyor hastamız, yani çocuğumuz öne doğru eğiliyor Adams testinde. İşte skolyometremiz var bizim. Skolyometreyle biz bakıyoruz. O şekilde değerlendirebiliriz. Yani genel olarak işte bir duştan çıkınca çocuklarımıza bakabiliriz. Bir kürek kemiklerindeki mesafeye bakabiliriz. Öne doğru eğitip bir yükselti var mı iki tarafının arasında, ona bakabiliriz. Yani dediğim gibi çeşitli bir yöntemleri var ama tabii ki bir hekime gösterseler daha iyi olur. Tabii ki mütəxəssisin. Zaten biz bakıyoruz, herhangi bir asimetri de olabiliyor çocuklarda. Asimetri skolyoz değil oluyor. Yani ilk 10 derece kadar bir alan var. Olabilir yani. Asimetri oluyor. Asimetriye de egzersiz veriyoruz biz ama onda tabii korse falan uygulamıyoruz. Yani dediğim gibi o
şey olarak eğriliği gerçekten dışarıdan gözle görülür bir şekilde işte omuzlara falan bakıyor. Tam omuzlara bakmak da doğru değil ama omuzdaki üstel aktivitelere bakmak tam da doğru değil ama hani genel olarak çocukta zaten bir postür bozukluğu olduğu zaman o omurgadaki bir postür bozukluğu zaten pelvise yani çanağa etkileniyor. Çanaktaki bozukluk ayak tabanına kadar gidebilir. Yani çocuk bir tarafı fazla çektiği zaman şeyde o birazcık daha farklılık Daha gösterebiliyor. nəzərə çarpan olur. Yani mesela ayakta da göstereyim ben size. Görebiliyor musunuz bu şekilde? Ayağımızı mesela diyelim ki şu bizim çanağımız. Bizim çanağımız bu şekilde olduğu zaman çocuk bu ayağını daha fazla basıyor. Çanaktaki bozukluktan kaynaklı. Tam bunu kaldırdığımız zaman daha fazla oluyor. Çocuk eğer diyelim ki içe doğru basıyorsa bu şekilde, içe doğru basıyorsa buradaki bozukluk dizine, beline eğrilikler kaynaklandırabiliyor. Yani bu tamamen vücudun bir biyomekaniği var. O biyomekanik bir yerden bozulduğu zaman diğer taraftaki eklemler olsun, kemik yapısı olsun bunlar hep etkileniyor. Çox sağ olun, təşəkkür edirik doktor təşəkkür bugünkü edirəm. ətraflı dolğu müsahibə üçün sizə. Vaxtınızı ayırdınız bir daha. Çox sağ olun. Sağ olun. iyi günler. Beləcə, daha bir maraqlı buraxılışımızın sonuna gəlib çatdıq. Mütəxəssislərimizə ünvanlamaq istədiyiniz sualları aşağıda qeyd etdiyimiz sosial şəbəkələrimizin mesaj və ya şərt bölməsinə yaza bilərsiniz. Çalışın övladlarınızın və özünüzün sağlığını mütəxəssislərə etibar edin. Bu həftə sizlərlə sağollaşırıq, gələn həftə görüşməyə ümid ilə deyirik. Sağ olun, sağlıqla qalın. Referans Medical Group'un baş sponsorluğu ilə Anam Bilər bitdi.